Bu Hasan Kirvanın dükkanı həyən tərəfdədir. Acaba biz kərənti alaydıq. Bir də bir tane xamut sorum, hələ baxım var mı? Bir də Hasan Kirvanın dükkanı ya. Böyündə eşikdə tipi boran göz tökür arkadaş. Bir tane adam gelmiş ki dükana malzeme sataq ya. Siftah eləyənmədi, axşam oldu ya. Oo, Hasan Kirva, xeyirli işler. Kərənti var mı Hasan Kirva sizde? Deşten bakan deyir satın dükkanda ne kadar müşteri var. Kərəntinin burada ne işi var ay kardeş? Hasan Kirva kimdir? Sen ne danışırsan? Kirvaları qarışdırdım. Selçuk Kirva. 9 numara kərənti olmaz mı səndə belə? Vurdum mu 15 metre yeri bir səfərdə götürəcək. Kərənti yoxdur mu kərənti? Yok bizde at qamçısı var. Kərənti yoxdur Hasan Kirva. Mənim qəmçim var, kərənti alacağım. Tüh, qamçım da evdə qalıb gördün. Bura telefoncudur. Bax ikidə birdə gəlib məndən dalga keçmə burada. Quranı Kərim haqqı var ya. Sən o qədər çalaram burada. Qavırğana. Əvvəl getdin mi qamçıya dırıqlayarsan. Bax səni qamçıya dırıqladaram, məndən uğraşma. Eləmi? İndi qamçım yanımda yoxdur, amma bir gün çöldə denk gələrik. Pulur mulur daşıyanda, yermək biçəndə görərik o zaman. Nasıl qamçıya dırıqladacağım. Bir an öncə buraları tərk et. Tamam mı? Pulun zamanı səndən hesablaşacaq. Buradan təpənə həylədin mi gözün pırtlayar yerə düşər. Sola düşəndən. Çıx! Üstü boş gəlmişəm, nə yaman bağırırsan. Görüşərik səndən, bir yaz olsun. Pulur zamanı görüşəcək, sən dur. Ne güzeldi.